İnsanın prinsipləri, düşüncələri və inancları onu ya xoşbəxt edir, ya da bədbəxt. İnsan uyğunlaşmağı bacarmalıdır. Çünki həyat çox şaxəlidir və hər kəsin dünyanı görmə tərzi fərqlidir. İnsan çox zaman gözləyir ki, başqaları da onun kimi düşünsün, onun kimi davransın. Əksini görəndə məyus olurlar. İnsanlara inam itir. Halbuki hər kəs dünyanı öz prizmasından görür. Bizim həqiqətimiz başqasının həqiqəti olmaya bilər. İnsan həddindən artıq prinsipial olmamalıdır. Çünki bu onu həm daxildən sıxır, həm də dəyişən həyata uyğunlaşmağa mane olur. Sərt prinsiplər insanı inkişafdan saxlayır və ömrünü çətinləşdirir. Mənim 42 yaşım var və illər öncə çıxartdığım nəticələrdən biri budur ki, insan dirəşməməlidir, tərslik etməməlidir. Çünki dirəşdikcə həyat daha da ağırlaşır, insanın özünü də zədələyir. Uyğunlaşa bilmək isə həm münasibətləri, həm də insanın daxilindəki rahatlığı qoruyur. Bəzən geri çəkilmək məğlubiyyət deyil, müdriklikdir. Bəzən haqlı olmaqdan çox daxili sakitliyi qorumaq daha böyük gücdür. Əgər baxdığın pəncərə çirklidirsə, bu dünyanın çirkli olduğu anlamına gəlmir. Bəzən dəyişdirməli olduğumuz dünya yox, sadəcə baxış bucağımızdır. Anlayışlı olmaq və insanların müxtəlifliyini qəbul etmək insanın həm ruhunu gücləndirən, həm də onu həyatda daha çox xoşbəxt edən əsas keyfiyyətlərdir. Bu videoya sona kimi baxdınsa, paylaş ki, başqaları da faydalansın. Həyatları daha xoşbəxt olsun.